Rusiya xarici vətəndaşların bu ölkəyə daxil olması prosesinə yenilik edib. Artıq federasiyanın ərazisinə vizasız daxil olmaq üçün xüsusi QR kod tələb olunacaq. Prosesin tətbiqinə iyunun 30-undan etibarən başlanılacaq. Bunun üçün xarici vətəndaşlar Gosuslagi.ru ID vasitəsilə kod götürməli olacaqlar. Maraqlısı isə budur ki, səyahətdən 3 gün əvvəl qeydiyyat prosesi tamamlanmalıdır. Nəticədə xarici vətəndaşlar məlumatlarını, hərəkət trayektoriyalarını, səfər məqsədlərini sistemə daxil etməli və tələb olunan sənədləri yükləməlidirlər. İstisna hal kimi isə ölkəyə girişdən ən gecə 4 saat əvvəl qeydiyyatdan keçmək tələb olunur. Təbii ki, bu hal yalnız fövqəladə halları üçün keçərlidir. Təhlillər göstərir ki, bu hal xarici vətəndaşların ölkəyə səfəri prosesini ağırlaşdırmaqla yanaşı turist axınının azalmasına da təsir göstərə bilər. Göründüyü kimi böyük bir problem var ortada və bu problem konkret olaraq Rusiyanın öz siyasətində qonşu ölkələrə bir təzyiq mexanizmi həyata keçirir. Əlbəttə ki, Rusiya bundan ziyan çəkəcək ki, Rusiya iqtisadiyyatı kifayət qədər zəifləyəcək. Çünki gəncilərin çoxu çağır işçi kimi Rusiya-Ukrayna müharibəsində iştirak edir və Rusiyanın əmək şəraitində işçi qüvvəsinə böyük ehtiyacı var və bu da təbii ki, qonşu ölkələr hesabına miqrantlar Rusiyaya gedir, ora Rusiyanın iqtisadiyyatına müəyyən töhfə verirlər. Rusiyanın ölkə daxilində miqrasiya siyasəti ilə bağlı daha sərt tədbirlər həyata keçirməsi, bir sıra məhdudiyyətlərin tətbiqi hesab edirəm ki, təhlükəsizlik məsələləri ilə bağlıdır. Rusiya-Ukrayna müharibəsi hələ də davam edir. Rusiyaya qarşı çoxsaylı iqtisadi məhdudiyyətlər və sanksiyalar tətbiq edilmişdir və turist adı altında və yaxud təhsil ilə bağlı müxtəlif şəxslər Rusiyanı ziyarət edərək burada bir sıra başqa məqsədlər güdə bilərlər. Rusiyaya daxil olmaq üçün əldə olunan QR kod 90 gün keçərli olacaq. Digər bir maraqlı fakt isə ondan ibarətdir ki, koda sahib olmaq heç də əcnəbilərin federasiya ərazisinə mütləq girişinə zəmanət kimi xarakterizə olunmur. Yəni şəxsin səyahət edib etməyəcəyi ilə bağlı son qərarı sərhəd xidməti verəcək. Pilot rejim olaraq adlandırılan bu qeydiyyat prosesinin ikinci mərhələsi sərhəd keçidi zamanı icra olunmalıdır. Bu zaman xarici vətəndaşlar biometrik məlumatlarını təqdim etməlidirlər. İstisnalarsa yalnız Belarus vətəndaşları, diplomatlar və 6 yaşa qədər uşaqlara aiddir. Zeynəb Mirzəyeva, Real.